Yox, əlbəttə ki, bütövlükdə ölkənin bombalamasından söhbət gedə bilməz. Çünki bu birbaşa müharibə cinayəti olardı. Çünki mülki şəxslərin bombalanması bilirsiniz ki, bilavasitə müharibələrə sığmır və bu beynəlxalq humanitar hüquqa dabana ziddir. Ancaq o görünməmiş bombalanmadan söhbət edəndə bilirsiniz ki, Amerika Birləşmiş Ştatları Prezident Trump'ın göstərişi ilə ikinci təyyarə daşıyan gəmisini də bölgəyə göndərib. Paralel olaraq bir də fikir verirsinizsə, bu kontekstdə bir də artıq İsraildə hərəkətlənmələr var. Və düşünürəm ki, bu hərəkətlənmə Donald Trump'ın İrana qarşı siyasətinin tərkib hissəsi kimi görünməkdədir. Çünki birbaşa hökumət deyil, hökumətə müxalifətdə olan sabiq baş nazir Bennett, eyni zamanda Milli Birliyin lideri olan Gantz'ın konkret bəyanatları, açıqlamaları var ki, artıq İsrail dövləti Husilərə qarşı mübarizəni dayandırmalı və Husiləri stimullaşdıran, onlara bu raketləri verən, hər cür dəstəkləyən İrana qarşı birbaşa bombardımanı həyata keçirmək lazımdır ki, İran ən azından bu kontekstdə Husiləri dayandıra bilsin. Çünki Husilərin itirə biləcəyi o qədər də böyük şeylər mövcud deyil. Ancaq İranın itirə biləcəyi dövlətçiliyi, rejimi bütövlükdə toplumu, cəmiyyəti üzərinə qaldırmaq kimi ciddi problemləri yaşana bilər. Bu baxımdan düşünürəm ki, təzyiq xarakterli və informasiya, psixoloji bir savaşın içindəyik və bu sürətlə Trump'ın dediyi hadisələrə doğru prosesi irəlilətməkdədir. Natiq bəy, biz İranla bağlı xəbərlərə xüsusilə diqqətlə yanaşırıq. Çünki İran bizim qonşumuzdur və orada baş verən hadisələr birbaşa Azərbaycana da təsir göstərə bilər. Düzdür, Birləşmiş Ştatlar prezidenti deyir ki, misli görünməmiş bombardmana məruz qala bilər. İran tərəfi də deyir ki, biz də demək olar ki, hazır vəziyyətə gətirmişik raketlərimizi. Hər hansı bir addım olacağı təqdirdə biz də onlara cavabımızı verəcəyik. Bu məsələlərdən Azərbaycan nə qədər təsirlənə bilər? Həqiqətən də gərginlik pik həddə çatsa, yəni sözdə artıq bu gərginlik var, əməldə. Açığı sözlə əməlin arasında məsafə o qədər də böyük deyil. Deyil deyirsiniz. Çünki əgər Trump'ın hakimiyyətə gələndən sonra həyata keçirdiyi siyasətə və açıqlamalarına diqqət etsəniz, Trump özünün əvvəllər bəyan etdiyindən zərrə qədər geriyə çəkildiyini biz müşahidə etmirik. Baxın, dünən biz Qrenlandiyanı alacağıq, istəsələr də, istəməsələr də, sərt ritorika davam edir. Paralel olaraq Ukrayna-Rusiya kontekstində də hələlik ABŞ prezidentinin geri çəkildiyini biz görmürük. Eyni zamanda yaxın şərqdə sərt ritorika davam edir və xüsusilə də Fələstinlilərə və Qəzzaya münasibətdə kəskin münasibət davamlıdır. Və bu baxımdan bir də İrana münasibət dəyişməyib. Bilirsiniz ki, Donald Trump'ın siyasətinin əsası ondan ibarətdir ki, öncə hədəfləri ən yüksək zirvədən müəyyən edir. Sonra bu hədəflərə çatmaq üçün mütəmadi ciddi təzyiqlərdən istifadə edir ki... Natiq bəy, elə bu xəbər üzərindən, daha doğrusu bu siyasət üzərindən çıxış eləsək, biz bombalayacağıq, biz bombardman edəcəyik, misli görünməmiş şəkildə. Bu da elə Donald Trump siyasətinin bir parçası deyilmi? Daha çox təhdid edib, daha az addım atmaq. Açığı hələlik bu haqda konkret proqnozlar vermək çətindir. Çünki Husilərə qarşı ABŞ-ın keçirdiyi ciddi bombardıman hərəkatını biz müşahidə etməkdəyik və bu davamlıdır. Amma o proqnoz edilə bilən idi haradaysa. Hər bir halda bu ABŞ-ın siyasəti deyil. Donald Trump bununla özünün nə qədər qətiyyətli olduğunu nümayiş etdirmək istəyir. Ancaq hər bir halda Donald Trump bir yerdə hər hansı bir güzəştə getdiyi təqdirdə əmin olun ki, digər sahələr,
digər ölkələr üzrə siyasətində də, daha doğrusu geosiyasətində də müəyyən güzəştlərə getmək məcburiyyətində yaradacaq ki, bu da elastikliyi ortaya qoyur. Və bundan sonra artıq Donald Trump siyasəti ilə kimsə hesablaşmaz. O baxımdan Donald Trump ən azından düşünürəm ki, nə qədər ciddi olduğunu ortaya qoymalıdır. Doğrudur, hələlik yalnız sərt ritorikada biz bunu müşahidə edirik. Ancaq sabah İrana qarşı hərbi əməliyyatların olmayacağını qətiyyən demək mümkün deyil. Əvvəla, burada əsas hərəkət verici qüvvə İsrail olacaq. Çünki bu 10 illərdir İsrailin xəyalıdır ki, bütün nüvə obyektlərini bombardıman etməklə tamamilə zərərsizləşdirsin. Ancaq paralel olaraq görünməyən bombardıman deyəndə ABŞ-ın da prosesə birbaşa müdaxiləsini özündə nəzərdə tutur. Yəni bu o deməkdir ki, qırıcı təyyarələr Aralıq dənizindən rahatlıqla uçaraq İranın bütün strateji obyektlərini, istər nüvə, istər ballistik raketləri istehsal edən müəssisələr, hərbi bütün strateji obyektlərin zərərsizləşdirilməsi kimi obyektlər bombardıman edilə bilər. Və bu kontekstdə bir də İranın açıqlamaları var ki, biz buna qarşı qoyacağıq. Bu nə deməkdir? Regionda bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarının hərbi bazaları var. Paralel bir də İsrailin birbaşa hipersonik raketlərlə davamlı hədəf alınacağını İran söyləmək istəyir. Paralel bir də Amerika Birləşmiş Ştatlarının yaxın şərqdə bəzi ərəb ölkələr var ki, strateji müttəfiq sayılır. Bu ölkələrin də bəzi enerji obyektlərinin vurulması söhbət predmeti ola bilər ki, bu da dünya bazarında neftin qiymətinin kosmik dərəcədə artmasına səbəb ola bilər. Bu da ABŞ-ın indiki vəziyyətdə maraqlarına uyğun deyil. Yəni, qarşılıqlı biz psixoloji bir savaşı görürük. Sadəcə əməli olaraq, fiziki olaraq bunun hərəkətə keçirilməsi məsələsi qalıb ki, bu da hələlik biz güzəştli bir mühitdən danışa bilmirik. Niyə? Ən azı sözdə o güzəştli mühit hiss olunmur. Bilirsiniz, İran nəyi tələb edir? İran bir mənalı olaraq bərabər hüquqlu, bərabər səviyyəli danışıqlar sisteminin tərəfdarıdır. Bundan başqa bir də İran ABŞ danışıqlarında bəzi razılaşma və öhdəliklər var idi. Bu öhdəliklərin içərisində bəzi iqtisadi sanksiyaların ləğv olunması ilə bərabər bir də İranın dondurulmuş milyardlarla vəsaitləri var idi ki, bunların buzunun açılması ilə bağlı konkret ABŞ öhdəlik götürülmüşdü. Və bununla bağlı qərar verildi, sonradan bu proses dayandırıldı. Bunların yerinə yetirilməsini İran tələb edir. Ancaq bu vədi kim vermişdi İrana? Biden administrasiyası. Trump hakimiyyətə gələndən sonra Bidenin əksər qərarlarını tamamilə ləğv edib. Buna görə də Trump administrasiyası bir mənalı olaraq bərabər hüquqlu səviyyədə deyil, sadəcə ABŞ-ın diktəsi kontekstində bir danışıqları tələb edir ki, İran da bunu qəbul edə bilməz. Amma İran birbaşa danışıqlara da getmək istəmir Birləşmiş Ştatlarla. Düzdür, yazışmalar gedir. Yəni Xamenei və Birləşmiş Ştatlar prezidenti arasında hətta məktubla bağlı bəzi məxfi istiqamətləri açıqlamaqdan da çəkinir tərəflər. İrandan verilən son açıqlamada deyildi ki, milli maraqlarımıza uyğun olsa, həmin o nüansları da açıqlayacağıq. Donald Trump istəyir ki, danışıqlar birbaşa aparılsın. İran isə deyir ki, biz dolayı yolla danışıqlara getməyə hazırıq. Həm hazırda prezident Pezeşkən bunu deyir, həm dini lider bunu vurğulayır. Birbaşa danışıqlardan bu qədər İranın ehtiyatlanmasının səbəbi nədir sizcə? Çünki indiki səbəbini. Çünki mövqelər bərabər deyil. Amerika Birləşmiş Ştatları güzəştsiz güzəşt tələb edir. Yəni, heç bir özü güzəşt etmədən qarşı tərəfdən ABŞ-ın bütün tələblərinin yerinə yetirilməsini istəyir. Bu məsələnin içərisinə bir də İsrailin tamamilə təhlükəsizliyi məsələsi var. Bu deməkdir ki, Livandakı Hizbullah terrorçuları, Həmas, eyni zamanda Husilər
və digər proksi qüvvələr var ki, bunların tamamilə zərərsizləşdirilməsindən söhbət gedir. Yəni sadəcə olaraq nüvə məsələsini bir tərəfli güzəştdən söhbət getmir. Bu məsələ kompleks məsələdir ki, bu da İranın tamamilə ikinci bir dərəcəli dövlət səviyyəsinə regionda gətirib çıxardacaq ki, İran da buna razı ola bilməz. Ona görə də İran mövqelərin və danışıqlarda tərəzinin gözünün bərabərləşdirildiyi təqdirdə danışıqlara hazır olduğunu deyir. Üçüncü tərəf vasitəsilə İran rahatlıqla öz şərtlərini irəli sürüb. ABŞ bunu qəbul edirmi? ABŞ bunu qəbul etmir. Problem buradadır. Və qəbul etməyənə qədər İran birbaşa iki tərəfli danışıqlarda maraqlı kimi görünmür. Ancaq bu o demək deyil ki, bu İranın son qərarıdır. Yəni deyirsiz, masaya gətirə bilər. İran zamanında Birləşmiş məktub Ştatlar almadığını və heç bir cavab olmayacağını da bəyan etmişdi. Bəli, o məktubda gəldi, çatdı, daha sonra cavab da verildi. Nəinki gəldi, çatdı. Oman vasitəsilə yenidən ABŞ-a göndərildi. Hansı ki, bu məxfi idi, sonra bunu açıqlamaq məcburiyyətində qaldılar. Və bu vaxta qədər ABŞ-İran arasında iki tərəfli danışıqların getdiyi sirri də faş oldu. Demək ki, dünənə kimi danışıqlar gedirdi. Sadəcə əldə hər hansı bir nailiyyət olmadığı üçün açıqlamırdılar. Yəni əslində gizli şəkildə Natiq bəy, bu danışıqlar onsuz da gedirmiş. Sadəcə olaraq İran tərəfi dedi ki, biz heç bir məktub almamışıq. Ondan sonra bu proseslər ifşa olundu. Hətta cavab tədbiri də, cavab ABŞ ifşa elədi. Məktub göndərilib, fakt bundan ibarətdir. Paralel olaraq bu prosesin içərisində bir də danışıqlarda iştirak edən Qətər kimi, Oman kimi dövlətlər var. Bunlar da informasiyanın mediaya ötürülməsini zaman-zaman təmin etməklə prosesi ifşa edirlər. Ona görə qətiyyən istisna etməyin ki, iki tərəfli danışıq bugün baş tutmursa, o demək deyil ki, sabahda baş tutmayacaq. Bu İrandır. Nə qədər İslam dövləti, İslam bayrağı altında güya fəaliyyət göstərdiklərini bəyan etsələr də, əslində çox ciddi bir yalan institutları, dezinformasiya institutları var. Bu institutlar Azərbaycana qarşı da zaman-zaman müxtəlif informasiyalar tirajlayır. Bütün dövlətlərə qarşı və İsrail məsələsi üzərindən. Region üçün problem varmı bu kontekstdə bundan sonra? Yəni Birləşmiş Ştatlar İran münasibətlərinin gərginləşməsi fonunda? Əslində bundan bir kart kimi İran istifadə edib və bugün də düşünür ki, bununla güya çəkindirici məqam ola bilər. Yəni güya lazım olduğu təqdirdə biz sizin müttəfiqiniz sayıla biləcək bütün ölkələrin strateji obyektlərini vura bilərik. Zaman-zaman sepah mediaları bunu Azərbaycana da aid edirdilər. Eyni zamanda Səudiyyə Ərəbistanına aid edirdilər. Yəni bu kimi çəkindirici məqam xarakteri daşıyacaq dezinformasiyalar var. Buna görə də İranın hər hansı bir açıqlaması, qərarı və siyasətinə güvənmək bu özünü aldatmaq olardı. Ona görə də prosesi sadəcə kənardan ciddi şəkildə müşahidə etmək, buna yönəlik addımlar atmağa ehtiyac var.